Nasılsınız ki şəxsidə Telegramda bəs niyə siz mənim day videolar çəkmirsiniz də, paylaşmırsınız, eləmirsiniz, qabaq çəkirdiniz və s. İndi isə bunun səbəbini açıqlayacağım. Bu videonu mən yerləşdirəcəm. TikTokda da, YouTube'da da, bu YouTube kanalıdır dostlar. İndi isə əsl səbəbi mən izah edəcəm. Bütün səbəbləri yəni deyəcəm. Həm də ki, diqqətlə baxın, bəlkə kiməsə bu faydalı olacaq, təzə gələnlərə də faydalı ola bilər. Birinci növbədə kimsə istəsə gəlib bu gördüyünüz kimi YouTube kanalında təmənnasız, yəni videolara baxa bilər. Yəni mən o insanlardan deyiləm ki, ağlınıza gəlməsin ki, kimlər üçün açın canlı yayımda nə bilim bahisel göstərdim və s. olaraq bura və heç bir videom olmasın insanlar üçün, yəni neysə baxıb öyrənmək üçün və axırda dedim ki falan nə bilim falan şey, nə bilim VIP kanalına qoşulmaq falan gedər və s. və s. Bu qoyduq qırağa. İndi burada diqqət yetirin. Kim istəsə əvvəllər baxa bilər. Telegramda mən çox postum, çox videoları. Yəni məndən gəlib, yəni o vaxtı komanda yığırdım deyənə, bu ilin əvvəllərində komanda yığırdım deyənə, ona görə çoxları gəlib öyrəndikləri məndən, onların fikri, məndən öyrəndikləri mən hələ onlara 30% biliyimi yəni demişdim. 30% biliyin qarşısında yəni onlar hələ sevinirdi, papaqlarını göyə atırdı. İndi burada sizə bir məqam deyim. Qaldı ki bu hissədə dostlar, belə bir 8 dənə link var. Kim istəsə Telegram qrupumuzda var. Əsas hansı ki bu videoların içində, o video hissəsinə keçiş kanala, videoların içində siz ola bilər biraz qatışıq olan, təzə başlayın. Ən əsas hansı videolar lazımdır baxmaq. Buradan vurasınız, burada bizdə Telegram kanalı da var. Telegram kanalı. Yəni yeni Telegram kanalı da var. Buyurub baxa bilərsiniz Telegram kanalı. Qaldı ki hansı bir brokerdə yəni trade etmək, onlara rəsmi link də verilib. Referral ayırmaq üçün verilmir. Mən dəfələrlə videomda demişəm ki, phishing saytlar var. Phishing saytda siz bilmirsiniz nədir. Bilməyənlər bilsin, yalandan oxşadılar həmən saytlara. Siz girib kod, parol zat yazanda hakkerlər sizin parolu oğurlayır. Ona görə bunlar hamısı rəsmi linklərdir ki, qabaq soruşurlar ki, Forex-də hansı brokerlər. Ümumiyyətlə 2 dənə broker yerləşdirmişəm. Trading View-nun da linkini yerləşdirmişəm. Dostlar, Trading View, Binance birjanın da linkini yerləşdirmişəm. Bybit bizdə bağlıdır. Max birja, Get.io birja. Future'lər və s. spot və s. Kimsə istəsə gəlib burada yeni başına traderlər üçün hansı videolar lazımdır? Daxil olduqda qrupa ən əvvələ keçsin, oradan baxa-baxa gəlsin sonuncu videoya kimi. İndi fikir verin. Birinci növbədə gəlin, mən sizə öz xasiyyətimi deyim və mən bu videoları yerləşdirməkdə öz fikrimi sizə ifadə edeyim. Bir də o sualı mənə verməyin, xahiş edirəm ki, niyə mənimlə videolar çəkmirsiniz, qabaq çəkirdiniz və s. Dostlar, mən yəni Azərbaycan auditoriyasına üzümü döndərəndə onda videoların sayı birincisi az idi. İkincisi də ki, kimlər video paylaşırdısa təmənnasız bir şərtləri vardı. Təsəvvür pulsuzsa video paylaşırlar. Deyirlər ki, gəlin mənim linkimdən keçin. Və təsəvvür ki, götürək belə bir ki, tanki təmənnasız videolar siz istədiyiniz qədər baxa bilərsiniz. Sizi heç kim məcbur etmir ki, hansı linkdən keçmək. İnsan Telegram kanalı yaradır və siz məsəl üçün tanki bu Telegram kanalı qoşulub təmənnasız onun videolarına, yəni pul ödəmədən belə deyək. Gəl təmənnasız deyəndə bir düzgün çıxmır. Pul ödəmədən, yəni qoşulmaq üçün sizə deyir ki, gəl referral linkimdən keç. İstəyir birjanın, istəyir hansı bir brokeri. Elə insan var ki, 3 dənə brokerin bir referral linkini verir və deyir ki, axırda heç olmasa hansı birini $100 depozit elə özün üçün, yəni $100 depozit elə. Bununla artıq sizi saldı təliyə. Niyə? Səbəb odur ki, siz daxil olacaqsınız onun linkinə və sizə baxdığınız videolar bəlkə də siz hansı bir yerdə görmüsünüz, türklərdəmi, ruslardamı, ingilislərdəmi və s. Sizə o lazım deyil. Amma siz o təmiz proqramı poza bilməyəcəksiniz. Yəni artıq siz istəsəniz bağlandınız həmən adama. Siz bundan sonra həmən o brokerə nə qədər pul gətirib, bu uduzduğunuz pullarda o insan sizdən faiz götürəcək. Yəni bunların məqsədi trade eləmək yox, trade sahəsini biznesi çevirməkdir. Yəni siz nə qədər ki o brokerdə işləyəcəksiniz, siz ömür boyu da ona faiz ödəyəcəksiniz. Bir çox brokerlər eyni adına icazə vermir ki, bir neçə dənə akaunt yaradırsın. Ona görə məcbursan ki, köynəyə pozasan. Poza bilməyəndə də ki, məcbursan avtomatik olaraq orada uduzanda gətirib həmən insana faiz verəsən. O xasiyyət məndə yoxdur dostlar. Mən heç kimi faizinə şərik deyiləm. Kimisə faizə mən şərik deyiləm. Mən məcbur eləməmişəm kimisə gəl referral linkindən keç və eləyən də deyiləm. Çünki mən elə bir insan da deyiləm dostlar. Bu bir. Qoyduq bunu qırağa. Sizə bir izah edirəm. Qaldı ki, bəziləri qabaq sual verib, bütün suallara cavab verirəm ki, bəs müəllim, siz niyə siqnal vermirsiniz? İndi mən siqnal verməməyimin səbəbini də sizlərə ətraflı izah edəcəm. Bir çox yerlərdə siz gedib görürsünüz ki, məsələn deyir ki, siqnal qrupuma qoşulmaq tanım $100 və yaxud da hər ay məsələn $50, aylıq $50 və yaxud da pulsuz istəyirsənsə, görmürsünüz bir neçəsində, ancaq mənim referral linkimə qoşulmalısın ki, pulsuz mənim siqnallarından yaranırsan. Yəni gəlin birinci pulsuz olan, pulsuz qoşulmaq üçün referral linkindən insanı keçirsən, yenə mənə bu pul verməyəsən. Bu bir. Pulsuz qoşulursan, amma bir dəfə, 2 dəfə, 3 dəfə baxırsan qazancından çox itkivə gedir. Onu da çabalayacam sonrada. Yaxşı, çıxdın, onsuz da pul verməmsən də çıxdın o siqnal qrupundan, düzdürmü? Çıxdın, getdin siqnal başqa bir siqnal qrupuna. Başqa bir siqnal qrupuna getdin, orada da sən tam ki hansı referral linkdən tələb edəndə sən baxırsan bu bir proqramı poza bilmirsən, yəni keçmirsən axı ondan referral linkindən. Vücud avtomatik olaraq o insan salıb səni təliyə. O brokerdə sən trade elədikdə udursan, o ömrün axırınca faizlərin yeyəcək. Bəlkə də oturub durub ayda 2000
belki de güç parayla kazanacaksa trade'den 3-4 bin de referarlıktan yığacaqdır. Sizin kimi insanlardan yığacaqdır itkilerinden. Cibini dolduracaq. Böyle savadı sonundan deyirəm. Mən sizə bütün hər şey danışıyorum. Dostlar oturun dinleyin axıraca. Yeni gələnlər də dinləsin. Gedirsiniz başqa bir siqnal qrupuna. Orada sizə deyir ki aylıq tutalım ki 50 dollar ödəyin. Ödəyirsiniz və heç nə alınmır. Və axırda sizə nə məna deyirlər? Bəziləri məsəl üçün var. Bizdə Azərbaycanlıdan biri deyib. Necə deyib? Deyib dostlar siz özünüz də ən azından tradingdə anlayışınız olmalıdır ki mən verdiyim siqnallar sizin analizdən üst-üstə girirsə, siz girməli üst-üstə düşürsə siz girməlisiniz əməliyyata. Və yaxud da hər hansı bir momentdə çıxmalısınız. Mənim balansım böyüdü deyənə mən çıxmıram siz stop olursunuz. Bir dənə mənə diqqətlə qulaq asın. O fikir düzgün fikir deyil. O insan düzgün siqnal vermir. O insanın siqnalından uzaq durun dostlar. O insan sizə o sözü dediysə adama deyərlər ki, "Salam əleykum. Əgər mən bu trade sahəsini bilsəydim, sənin siqnalına möhtac olacaqdım. Sən siqnalı stop girişin, stopun və tepəni verməlisən. Sənin vəzifə borcundur. Siqnal qrupunu aparırsansa sənin vəzifə borcudur. Sənin o məsuliyyətindir. Sənin o öz üzərinə götürdüyün məsuliyyətdir. Səni heç kim məcbur eləmir siqnal qrupu yarat. Əgər yaratmısansa, sən kiməsə demək ki, sən də ən azından trade bilməlisən və mənlə də bərabər trade, mən siqnal verəndə baxmalısan sənin analizindən üst-üstə düşürüyor. Düşsə girməlisən siqnala. Adama deyirlər, mən əgər mən bunu bilsəydim, mən sənin siqnalda nə gəzirdim, belə öz analizimlə elə açıb bağlayardım da. Sənin nəyimə gerək idi, sənin referral linkimə qoşmusan məni, nə bilim, hələ bir əlavə bir, nə bilim, elə abunə haqqı dalı dedikləri söz var. Mənim əgər siqnal qrupuna gəlməmsə, mənim trade'də sadəcə bildiklərim buy-sell knopkası vurmaq və əməliyyatı necə yerləşdirmək. Qutardı. Rəqəmləri sən mənə verməlisən, SL-i sən mənə verməlisən, giriş yerini sən mənə verməlisən, təpə yeri sən mənə verməlisən, sənin borcundur. Əgər bunu eləyə bilmirsənsə, yalandan demək lazım deyil ki, sən bu sahə riskli sahədir, məsuliyyəti öz üzərinə götürürsən. Onlar siqnal qrupu yaratmaqla, eləncə bir hərəkətlər eləməklə, sizlərdən aylıq abunə haqqı yığıb, sizləri referallıqlarını yığmaqla özlərini məsuliyyətdən uzaqlaşdırır. Məsuliyyətdən uzaqlaşdırır. Qulağınıza sırğa eləyin. Bilin. Əgər siqnal qrupuna gəlmirsənsə, istəyir onun referallığına qoşuldun, pulsuzdur deyənə, istəyir ona aylıq pul ödədin, istəyir bir dəfəlik giriş ödədin, o insan səndən elə danışırsa, sən fonla onunla nəyi var? Sənin haqqın çatır ki, tələb eləmək ki, sən siqnalı düzgün verməlisən, sən siqnalı girişin, stopun, təpəsinə kimi verməlisən. Bu sənin borcundur. Ki, siqnal qrupu yaratmışsan. Bu bir. Qoyduq bunu qırağa. Sizə siqnal qrupu haqqında necə olmadı, nə cür olmadı, onun hamısını danışdım. İndi keçik, bunu mən niyə eləmirəm səbəbi? Çünki insan nəfsi çox belə idarə eləyə bilmir insan nəfsini. Tutalım ki, mən 10 dənə siqnal verdim. Düzdür, gün ərzində tutalım ki, indi götürədik cürbəcür valutalarda. Çünki mən ümumiyyətlə bot xoşlamıram işlətməyə. Bəzi siqnal qruplarında bot qoşurlar, onun adını qaçın. Onlar itkilərini göstərmir. Yalandan bot bir də bir dənə düzgün siqnal verən kimi əlində bayraq tutub səhər axşamca qışqırırlar. Qoyaq qırağa. İndi isə siz başa düşün. Deməli, mən niyə siqnal vermirəm? Ona görə siqnal vermirəm ki, tutalım ki 10 siqnal verəcəm, 10 siqnaldan 7'si düz olacaq. 7'si düz olanda nə baş verəcək? İnsan baxacaq ki, 7'si düzdür. Getdikcə öz girişini lotu qaldıracaq. Yəni əməliyyatda məbləğin qaldıracaq. Halbuki onu əvvəlcədən dəfələrlə desələr xeyri olmayacaq. O bunu eləyəcək. Çünki niyə? Nəfs onun üstünlük edir. Nəfs deyir ki, bu günləri 15 qazanma, qazan 350. Başa o eləncə ola bilər ki, 10 əməliyyatdan 3'ü daha batal stop ola bilər. Ola bilər ki, elə moment ola bilər ki, 10 əməliyyatdan 3'ü, məsələn, ikisi düz gələr, biri stop olar, məsələn, 3'ü düz gələr, məsələn, sonra bir dənə də stop olar. Yəni, arada bir də, yəni, və yoxud da ikisi stop ola bilər, 10 əməliyyatdan 8'i düz gələcək. Mən o siqnal versəm, mən onu biləm ki, arası təxminən 10 əməliyyatdan 7'si və 8'i gələcək. Ona görə də mən o məsuliyyəti öz üzərimə götürmürəm, dostlar. Mənə lazım deyil sizlərin mənə ödədiyi abunə haqqı siqnal qrupuna görə və yaxud da pulsuz eləyim o siqnal qrupunu deyim ki, gəlin, qoşulun mənim referral linkimə. Mən bloger deyiləm, mən insanların referallığına oturub, necə deyim, sizi referallığa salıb oradan faizlərimi qatdalayım, o insan deyiləm mən, elə bir insan deyiləm, ağlınız başqalarını getməsin. Bu bir. Sonra gedək indi digər bir məsələlərə. Trade'də siz bəzilərini görürsünüz ki, nə bilim, Ferrari'yə minir, Ferrari'dən düşür, nə bilim, və s. belə bir şey sizə şirinlikləndirici həyatları göstərirlər. Halbuki trade elə deyil dostlar. Mən trade'də heç kimə şirinlikləndirici həyat göstərmirəm və göstərdən də deyirəm, istəmirəm də. Gördüyünüzün çoxusu bəziləri rentakardan götürdükləri maşındır və bəziləri də sizlərin referallığından qazanc əldə etdikləri pulların sayəsində aldıqları şəraitdir, qurduqları şəraitdir. Sizlərə onları gözəl bir mənzərədə təqdim edirlər. Başa düşürsün? Sonra da oturub sizə motivasiya videoları çəkirlər. Dinar Akçı onları təbliğ edən insan. Hangisi ki, cəmaatın itkisindən 30%-dən 80%-ə kimi xeyir tutan insan durub insanlara nə başa salır? Kasıb ata belə gəldi, vallahi kitabı belə gəldi, ətrafı dəyiş, insanlar hərə də dərk eləyə bilmir və s. Elə ki sözdə danışır ki, ay insan, sən trade edirsən. Bu trade sahəsi rezin kimi bir şeydir. Əgər sən 10 il, 15 il bu trade sahəsindəsənsə, trade edirsənsə, artıq sənin bacarıqların varsa, sənə ehtiyac yoxdur eləncə videolara çəkib, motivasiya videolara çəkib, cəmaat öz referallığına yığasan. Ehtiyac yoxdur səhərdən axşamacan reklam buraxıb kimlərsin gözləsin ki, Əli gəlsin, Pirvəli gəlsin, nə bilim, Günay gəlsin, nə bilim, sonra kim gəlsin, Kamil gəlsin, nə bilim, kim gəlsin ki, sizdən nədir, sizə tələbə kimi pul ödəsin, siz ona kurs satasınız. Və səhərdən axşamacan da vaxtını sərf eləyəcəksən o insanın üstündən ki, 3'də bu gələcək, 4'də bu gələcək və s. Gələn ayda özümü çəkəsən, nə bilim, karı görsədeyim, açım, nə bilim, səhərdən axşamacan online'da trade eləyim, nə var ki, o birisi gəlsin, bu birisi gəlsin. Dostlar, bu sizin üçün, bu necə deyim, siz həyatda görmüşsünüz ki, reallıqda hansısa müəllim bir Ferrari ilə gəlsin.
Bir sual verim də sizə. Müəllim yox, yoxdur. Referral linkindən qazananlara demirəm isə. Mən sizi ruslardan elə bir insanlardan göstərirəm. Ta ki, Telegram qrupunda 1 milyon 200, 1 milyon yarım, nə bilim 2 milyon yarım abunəçisi var. Sizi Porsche iki qapılını göstərir. Sizlərə nə bilim villasını göstərir, 3 mərtəbəli villasını göstərir sizlərə. Sizlərə çox belə baseyn içimliyini, şəraitləri və s. göstərir. Sizlər də ona aldanıb gəlirsiniz. Amma mən onun qaranlıq bir hissəsini də göstərdim. Əgər bu insan trade'dən pul qazanırsa, birinci kursları satır. İki dənə kurs pulsuzdur, amma məcbursan ki, 2 dənə brokerdən qeydiyyatdan keçib balansı və ən azından 50 depozit, hərəsindən 50 depozit yatırasan. Niyə yatırasan? Çünki ona görə yatırır. Deyir ki, mənə vermirsən, öz balansını yatırsan. Yəni pul oraya yatırsa, avtomatik olaraq sən trade edəcəksən, ən azından bu qazanacaqsan. Bunu verdikləri də pulsuz sənə, sən gedib internetdə eşələsən, tapacaqsan onları. Başa düşdün mü? Amma sən ömürlük ona zəncirləndin referral linkindən. Artıq gələcəkdə sən 10 min itirsən, 10 mindən də öz xeyrin götürəcək. Və dəfələrlə mən o vaxtda da elə bir insanlar tərifləyəndə belə qazanır. Getmişəm başqa bir yerdə, mən elə ki, Telegram qrupunda göstərmişəm ki, ay insan, bu insan belə güclü qazanırsa, bunun nəyinə gərəkdir falan bir Telegram qrupunda 500 min takipçi olan Telegram qrupuna bu reklam verib. Sən axşamca bu reklamı fırla. Nəyinə gərəkdir bu insanın? Bu referral yığmağına gərəkdir. Ona görə başa düşürsün. Onu dolandıran sizin pullardır. Sizin referallıqdan ona gedən pullardır. Necə siz bunları dərk edə bilmirsiniz? Necə siz bunları başa düşə bilmirsiniz? Bundan sadə üsulla mən sizə necə başa salım, necə izah edeyim? Qaldı ki, indi Signal qrupunu siz yəqin ki, başa düşdünüz, fikrimi sizə çatdıra bildim ətraflı. Ona görə eləmirəm ki, insan nəfsi gələcək və müəyyən bir şeydə açacaq böyük lotla, stop desəm də o stopun qoymayacaq, stop da qoysa başlayacaq stopun çəkməyə, halbuki reallıqda stop olsaydı tutalım ki, itirəcəkdi 300 dollar, məsələn üçün 3000 balansdan qalan o bir əməliyyatlarda qazana biləcək, amma stop qoymayıb yəni o itirəcək 1000 dollar və sonra da başlayacaq adamla dirəşməyə ki, sən düzgün döysən, sən düzgün siqnal verir, halbuki 10 əməliyyatdan ola bilər 3-ü və yaxud da ikisi səhv gəlsin ola bilər və yaxud da 4-ü də səhv gələ bilər. İndi iş ondadır ki, səhv gələ bilər deyəndə ki, düzdür, məndə indi biraz az şey səhv gəlir. Mən məsəl üçün sizə deyim. Və o insan öz riskini idarə eləmir, başa düşürsünüz, o nəfsindən oynayır. Ona görə siqnal qrupuna gələn insanların çoxusu, onlar öyrənmək istəməyən insanlardır. Onlar məsuliyyəti öz üstündən başqasının üstünə atan insanlardır. Amma elə bir, məsələn, ruslarda bir dənə güclü siqnal verən var, o vaxt o da ki, qrupun bağlandı, çıxdı, getdi, belə bir insanlara görə bağlandı, çıxdı, getdi. Siqnal verir, TP-ni və s. verirdi, hamısı çok işləyirdi. Elə vaxt o ki, 10 əməliyyatdan 6-sı gəlir, amma gün ərzində həmişə profitdə qalırsan. Standart lotla, hansı bir lotuna qədər girməyi deyirdi ki, hansı yerdə 2 qat lotla girin. Məsələn, kimsə 0.01 işləyirsə qızılda, məsələn, deyirdi ki, 2x-la girin, yəni 0.02 ilə. Yəni, o bilib deyirdi, ona ölçüb deyirdi. Çünki insan otururdu, 2 nəfər idilər, riyazi hesablaman o nəzər tutmuşdu ki, mənim qrupuma gələnlər, minimum balansını 200 dollar sən əlavə eləməsən, siqnal qrupuna gələn. Minimum 200 dollar. Minimum 200 dollar hər ayın əvvəli tapşırırdı, deyirdi ki, beləncə minimum 200 dollara uyğun mən hesablayıb onu qaldıracağam. Nə vaxt balansınızdan nə qədər pul çəkməyinizi də mən yazacağam sizə. Telegram, siqnal qrupunda yazırdı ki, məsələn, 6 bazar yazırdı ki, falan qədər bu həftə qazancı oldum, siz falan qədərini çıxardın balansınızdan. Yəni, elə bir ki, o insan sizlə bərabər gedirdi. Başa düşür, bir profildə yanında oturan sizlə bərabər qazanırdı və bilirdi nədir. Ona görə də çoxları əməl eləmirdi. Biri çox çıxardırdı, biri belə eləydi, biri eləydi, sonra arada spollar yarandı və bu insan bezdiyi 4 ay cəmi siqnal verdi. Bezdi, sonra bağladı, dedi, gedin öz işinizə məşğul olun. Heç kimdən də qəpik pul almamışdı, söhbət odur ki, İndi iş ondadır ki, bu siqnal qrupunda ona görə açmamağın səbəbi sizə ətraflı izah edim. Keçirəm növbəti. Və niyə canlı açıb görsətmirsən? Bu sualına sizlər orada çox canlı açıb. Sizə bir sual verim. Canlı açıb kimlər sizə nəsə görsətəndə, siz onlardan öyrənəndə nəsə bir və yaxud da canlıda baxanda nəsə bir irəliləyiş varmı sizdə? Sualıma cavab verin. Xeyr, olmayacaq. Sizə birisi nə lazımdır? Sizə bir nəfər lazımdır ki, sizin yerinizi orada trade eləsin. Siz də həmən o qazancdan qatlayıb qoyasınız cibinizə. Sizə o lazımdır, canlılar axtır. Mən həyatı boyu canlılarda kim necə trade eləyir, nə də trade eləyir, ona elə də çox fikir verməmişəm. Təzə gələn vaxtlarda necə fikir verməmişəm ki, onlayn açsında kimsə trade eləsə, mən qoşulum onun onlayn alına, səhər axşamca baxın, baysır. Mən baxaram, hansı bir güclü trader deyərlər, güclü trader var. O canlılar içində mən onu qayd edib canlısı, sonra oturub analiz eləyərəm. Giriş yerin, çıxış yerin, niyə oradan girdi, niyə buradan çıxdı, nə vaxt əməliyyatı bağladı, görün bunun işlem üsulu necədir. İşi analiz eləmək üçün diqqət yetirərəm. Amma ki, onu pay vurdu buradan, mən də pay vurum, o seri vurdu buradan, mən də seri vurum. O 5 dənə seri tapadalaşdım, mən də açım. Da bilmir balansı çatacaq, çatmayacaq, o niyə açır, nə üçün açır. Çünki bilmir. Başa düşdü, stop olan deyəndə onun balansı çox idi, mənim balansı. Burada balans önəmli deyil dostlar. Burada balans önəmli deyil. Bəzi insanlar deyəndə ki, qızla 1000 dollar girirsən, batıracaqsın, çox azdır. Mən şəxsən komandaya yığanda insanları öyrətmişdim. Bizdə komanda 200-300-dən başlı qızılda, irəli ki 200-300-dən başlı insanlar həftəyə 1000 yığıblar. Sonra demişəm ki, 3 ay dalbada belə işlə. 1000-ə gətirdin, çıxartdın, qalanı çıxart, yenə 300 saxla. 1000-ə
gətir, çıxart, qalanı çıxart, yenə 300 saxla. Bunu mən elə belə deməmişəm. Çünki mən komanda kimi insanlara yanaşı, mən insan necə fikirləşməli, nə cür fikirləşməli, disiplin cəhətdə necə fikirləşməli. Adicə sən skalp eləyəndə, sən düşüncən başqa olmadı, sən başqa insan olmalısan. Sən swing trade eləyəndə, sənin düşüncən başqa olmadı, sən başqa insan olmalısan. Bu düşüncələri çoxları gedib swing trade eləyirlər və dəfələrlə insanlar başlayır ki, skalpa girir, skalpda sonra balansını itirir. Niyə itirir? Səbəb odur ki, sən skalpa girəndə sənin düşüncən başqa cür olmalıdır, sənin atdığın addımlar başqa cür olmalıdır, sənin açacağın əməliyyatlara görə başqa cür fikirləşməlisən. Bu, sən swing trade-nə, skalp trade-i eyni tutmamalısan. Çünki skalp eləyənlərin çoxusu uzun müddətdə analiz edə bilməyən insanlardır 90. Onlarla girdim, götürdüm, çıxdım, girdim. Amma elə deyil. Sən swing trade-i uzun müddətdə öyrənəndən sonra və qısa müddətdə girəndə sən biraz rahat ol. Sadəcə stopun məsafəsi balaca olur. Yəni multi time frame işləyirsən. Sadəcə üstündə ingilis desə bəlkə də başa düşəcəksiniz. Azərbaycan deyəndə bir çox çoxlu time frame işləmək siz onu bəlkə də anlaya biləcəksiniz. Çünki öyrəşmisiniz axı. Education, order flow və s. Və ondan əlavə çalışmaq lazımdır ki, bu sahədə dostlar, bilik əldə edəndə 99% insanın bildiyi bilik olmamalıdır. Çünki 99% insanın bildiyi konspektdir. O konspektlər ki, konspektdir ama konsept üzrü hesabı. O konseptlər ki, mesela indiki dövrdə order flow güclüdür. Bir müddətdən sonra order flow 40%, 50% win rate verəcək. Onu otururlar sənin axşamca öyrənən order flow'dur. Bu ən güclü hesablayan güc balan order flow hesablayıb win rate'ini gətirib bunu 80-ə çıxardır, 83-ə çıxardır. Başa düşürsünüzmü mən? Yəni bu boş söhbət order flow. Elə bir nöqtə atışlar özləri şahidim. Mən nöqtə atışlar eləmişəm ki, yəni orada nə order flow, nə şamın içinə baxmağa. Mənim nəyimə gərəkdir o şamın içinə baxım kimlə? Bəlkə də elə o qədər çatdırır. Çünki bilirsiniz şamın içinə baxırlar. Bəzi insanlar market makerin harda təxminən alada biləcəyini, market makerin nə addan atacağını, bazarda hansı bir vəziyyətin niyə yaratıldığını, kimlərə qarşı yaratıldığını, nə üçün yaratıldığını, başqasına nə siqnallar göndərdiyini görmürlər. Başa düşün. Bu robot indikator belə gəldi, indikator belə getdi, falan şey belə oldu. Konsept mən sadəcə qiymətlərin hansı yerəcə niyə gəldiyini və hansı retailləri bazar stoplarını alacağını o görmək olur. Gör. Çünki standart şəkildə işləyirsiniz. Çoxlarını gətirmək ki, orada sizin stopları görürlər. Heç kim sizin stopları görmür dostlar. Heç kim sizin stopları görmür. Nəyinə gərəkdir? Onlar təxmin edirlər ki, siz stopunuzu hara qoya bilərsiniz. Çünki sizi standart olaraq eyni planlı kütlə həmişə səhv olur. Kütləni eyni işləmə öyrədirlər ki, eyni işləmə rahat olsun. Bir yerə yığa bilsinlər o kütləni. Ona görə sizləri eyni işləmə öyrədirlər. Bugün sabah order flow'un yenə başqa bir şey gələcək. Başqa bir şey çıxacaq. Hansı ki, onlar emirlər tərəfindən kəşf olunmuş, tapılmış, insanlara yayılmış bir müddət insanlara göstərəcəklər ki, bu işləyir. Bir müddətdən sonra göstərəcəklər ki, onlar işləmədi. Niyə? Çünki baza dəfələrlə olmuşdu. Şimdi mən o vaxt komanda yığanda 3 il bu sahədə çalışan insan var idi ki, neçə dənə kurs almışdı. Gedib akademiya oxumuşdu Azərbaycanda. Yenə də 5000 manat pul itirmişdi. Borc xərcinin içində nə olsun ki, axırdakı gətirimi bilmədi. Qardaş kimi, dost kimi yanaşdım ona. Ona elə bir şəraitlər yaratdım ki, axırda mənim gətirimi də bilmədi. Çünki mən komanda kimi yanaşırdı. O insan birinci ayında qazanclara çıxdı və heç vaxt itkidə oturmurdu. Bu sahədə bir gün qazanmaqla deyil, daimi qazanmaqdır. Daimi qazanmaq üçün də sən elə bir şeyləri bilməlisən ki, elə bir məlumatları bilməlisən ki, 1% insanlar bilsin onu. Ona görə də o məlumatları sən istəyir YouTube taxta, istəyir ingilis taxta, istəyir orada burada. Yoxdur o məlumatlar. Heç kim o məlumatları üstə qoyan deyil sizdə. Çünki gəl bax, ölkən gəlin, lazımdır diyor. Başa düşürsünüzmü? Bu bir. Sonra qaldı ki, indi bəziləri sual verir ki, sən kurs keçirsən və yaxud da keçmirsən. Mən qabaq komanda yığdım dostlar. Keçən ilin dekabrın harasa əvvəlləri idi, yoxsa orta vaxtım. Mən komanda istədim, yığım Azərbaycandan bir güclü komanda yaradım və s. Amma bəziləri mən təmənnasız götürdüm komandaya, bəziləri cüzü nə qədər yəni məbləğ ödəməklə cüzü, yəni trade. Amma bilirsiniz nədir? Çoxları başladı təbii atma. Bir müddət qazancı çıxandan sonra mənim sayəndə qazanclar əldə edəndən bir getdi falan, kəsə qəpiyinə pul verdi, halbuki səhər axşamca mənim yanımda ağlayırdı, göz yaşını tökürdü. Reallıqda deyirəm, göz yaşını tökmə. Bəsər, mənim gətirimi heç kim bilmədi. Mən də belə oturdum, baxdım axırıncı bir insan idi ki, o da ki, ona da mən şərait yaratdım. Təcrübəli qrupda da paylaşmıyorum. Getdi ən güclü, yəni məlumatlar əldə etmək. O şəraiti ona mən yarattım, mən göndərdim ki, gedək öyrənək. Amma o insan mənə qarşı nə etdi? Heç nə. Elə bir ki, mənim ona borcum var idi. Mənim heç kimə burada borcum yoxdur. Başa düşürsünüzmü? Amma insan mənim damcı elə sözlə danışdı ki, mən hələ bir həftədə özümə gələ bilmirəm ki, pressiyadan ayıla bilmirəm ki, bu insan niyə mənim damcam belə sözlə. Yəni, görürsünüzmü, insanlar getdikcə qazanclara çıxıb, insanlar da bilirsiniz insanı necə tanımaq olur? İnsan kasıb bir momentində, insan gəlir adama sığınır, sığınım sənə öyrənim də. Düzdürmü? Mən elə ki, property trade edir, ona görə hamı gülür. Mən içimə də bilirsiniz niyə? Mən əslində gülürəm ki, mən bildiklərimi onlar bilmir. Əslində mən onu öz ürəyimdə eləm ki, gülürəm. Amma onu gülür, property trade sən nədir? Mən deyəndə ki, bu sahədə strategiya yoxdur, pullar strategiya görə hərəkət edir, gülürlər mən hamısı. Çünki niyə standart öyrəniblər hamısı? Bu bir. Və bu cəhətdən də yanaşmaq insanların, başa düşürsünüzmü? Müəyyən qədər qazanacaqsan bu sahədə, demirəm qazananlar var. Amma bir gün qoyacaqsan, lig olacaqsan, yenə də qazanacaqsan, yenə də lig olacaqsan. Çünki bu sahədə sizləri deyiblər ki, 80% psixologiyadır, 20% disiplindir, boş söhbətdir, 80% söz bilikdir, 20% sənin psixologiyandır, disiplinindir. Sən biliyən olmayandan sonra sənin əlində olan disiplinin güclüdür olsa, sənin əlində olan pulu itirə, bir gün itirmirsən, 3 günə, 5 günə, bir həftə itirəcəksən. Yəni qazanclara çıxa bilməyəcəksən çox. Söhbət ondan gedir. Bu sahədə hamısından yaxşı bilik
Bilik də elə bilik olmalıdır ki, onu sən ancaq özün biləsən, heç kimə deməyəsən. Çünki sən kiməsə desən, bazarda belə bir algo trade belə bir şey var. Bazar başlayır, o yerləri görür, insanların sayı çox başlayır o yerlərdə vurmağa. O bilikləri də elə belə ucuz biliklər deyir ki, desən, nə bilim falan kəsdən. O bilikləri heç kimə də öyrətmir. Başa düşürsən? Adicə mən özüm öyrəndiyim biliyin 30%-ni öyrətdim insan. 30% hələ əlavə də şərait yaratdım ki, insanlara 2 nəfər gedin, biraz da biliyi zatı, amma onlar mənə xainlik elədi, onlar mənə təbii atdılar. Səbəb niyə? Hələ mən biliyimin 30%-ni öyrətmişim. Başa düşürsən? Təsəvvür elə ki, mən biliyimin 70%-ni öyrətsəydim, bəlkə də gedib qazanıb tank alıb üstündən keçərdilər. Bax, insan xasiyyəti elədir. İnsanlar yadlarından çıxardılar ki, kimin gölgəsində oturmuşdular, kimə sığınmışdılar və kim bunlara nələr öyrətdi. Bunu tez unutdular. İnsan xeylağı unutqandır dostlar. Ona görə də çalışın, öyrəndiyimiz yerlər, getdiyimiz yerlər, baxdığımız yerlər özümüzdə saxlayın. Ondan əlavə, mən bu qədər insanları gördükdən sonra çox belə deyim də sizə, çox belə, necə deyim, belə fason insanlar, insana qarşı, çünki mən dost kimi rəftar edirəm, qardaş kimi rəftar edirəm. Bundan sonra qərarı verdim, mən bir dənə saf ürəyim var, bəzi insanlara müraciət edəndə öyrədirəm. Daha qabaq pulsuz öyrədirdim, onu da yığışdırdım. İndi necədir? İndi ümumiyyətcə, hələ yox. İldə bəlkə də bir dənə, 2 dənə, 3 dənə, bəlkə də ola bilər. İnsana, nə bilim, baxımda yazığım gəldi və s. necə fərq, yenə də müəyyən bir qiymətə, onu da ki, yenə də kurs kimi, komanda kimi yox. Çünki kurs kimi 3 ay, 2 ay, nə bilim belə. Çünki gedib insan arxanca danışıb deyəndə ki, kurs keçir, Popti Trading mənim çox qəlbimə deyildi. Mən kurs keçsəydim, düz birinci növbədə dediyim şeylərin disiplinli və stabil şəkildə getdikcə disiplinləşdikdə qazanclara çıxır. Vay çünki mən kurs keçsəydim insana deyir, ay sən bir dəqiqə səni şərait yaratmazdım ki, gedib oturasan başqa bir yerdə, biliyini dayıca da artırasan. 3 ay tamam olardı. Deyərdim mənim səni keçəcək mövzular budur. Qutardı. Bu mövzularda hələ mən ucuz demişəm, amma onlara qarşı belə deyim, necə deyim, dediyim məbləğ çox ucuzdur. Vaxtlı o mövzulara görə mənim birinci vaxtım yedib, ikincisi də ki, biz komanda şəklində o mövzuları əldə edəndə müəyyən qədər vəsait gedib. Başa düşürsün? Onu mən komanda yığırdım deyənə, cüzi məbləğdə onlara demişəm. Başa düşürsün? Ən azından gördüm pulsuz öyrətdiklərimə qədrini bilmədim. Ən azından bəlkə də bir müəyyən qədər pul ödəyənlər bəlkə də qədrini bilərlər. Nəinki mən çox biraz emosional insanam. Yox, gördüm ki, insan qədrini nədir? Biraz çox kimdənsə biraz çox məlumat görən kimi də fikirləşmə, kiminsə kölgəsində yatmışdın, kim göndərmişdi səni ora? Kimin sayəsində sən o qrupda oturmusan? Sənin heç xəbərin yoxdur o qrupda. İndi isə sən Popti Traderə təbliğ atırsan, şıllığa atırsan, sifət göstərirsən. Hansı ki Popti və olmayan sözləri danışırsan Popti Traderin arxasınca. Ki güya ki Popti Trader'i soruşanda ki niyə sən xahiş başqa insana sor, deyir ki Popti Trader'in aramızda pul söhbəti var. Sənə pulu qazandıran mənəm, sənə öyrədib sənə o şəraiti yaradan ki get əlavə bilgi əldə elə. Mənəm, mən sənin puluna qalmışam, mən səndən pul istəmişəm adama deyirlər ki, gedib cəmaata yalandan deyirsən ki Popti Trader'in aramızda pul söhbəti var. Başa düşürsünüzmü? Pul söhbəti. Yəni bunu mən deyirəm, çox uzun gözüm, mən onu görə mən depressiya düşdüm. Çox pisimə gəldi ki, bu sözləri insan necə də durub deyir ki, rahat da deyir olmayan şey ki, Popti Trader'in aramızda pul. Popti Trader'in səninlə aramızda pul söhbəti olsaydı, bu qrupdakı çox insanlara yazardım ki, davay mənə pulumu versin. Yəni bilirsiniz nədir? Çünki niyə? Çünki insan artıq mən şərait yaratmışam, məndən güclü insandan dərs alır. Çünki məndən güclü insana dərs alan sonra mənə nəyinə gərəkdir? Mən silib atsın. Vaxt var idi ki, videolar da var. Yəni mən öyrətdiklərim komandada daxil olun, YouTube'da da videolar var. Baxa bilərsiniz. Məsələn, gəlib nə bilim, danışıqlarına baxa bilərsiniz. Necə deyim sizə? Məsələn, baxıb oynamasan, baxa bilərsiniz, fərq eləməz. Yəni elə deyim, sizlər özləriniz də, yəni fərq eləmir, burada çox unutmayın. Sizlər özləriniz bir oturun, düşünün, bir baxın gör. Ki ondan sonra mən necə olum, mən nə cür olum, özümü nətər hiss edeyim. Mən biraz emosional insanam. Halbuki kurs keçir sözü mənim çox gəlib. Çünki mən komanda yığmışdım. Yanvar ayından bəri mənim komandamda canla başla suallandı. Kurs keçmək bizi 3 ay tamam olub deyə şərək görəsin verib 1 ay və yaxud da 1 həftə texniki dəstək getdin. Qazandın, qazanmadın. Kurs keçmək nətər olur? Kurs keçmək necə olur? Kurs keçmək videolar verir, pulunu ödəyirsən, videolar verir, deyir get bu videolara bax, özün nə bacararsan. Bax kurs keçmək belə olur. Mən onlara eləncə yanaşmamışım. Get videoya bax, nə bilim nə edirsən. Qrafikli göstərə başa sala, deyə, örgətə. Bir də ki, mən heç vaxt özümə sığışdırmıram ki, hansısa bir alınmayan bir mövzu öyrədim insana və insan getsin orada heç nə qazana bilməsin. Mən onu ömür boyu özümə sığışdıra bilmirəm. Başa düşürsünüzmü? Bu cəhətdə məndə xasiyyətli eləncidir ki, yalanla durum insanlara, nə bilim, insan disiplini başa salan falan şey atdım başa salan, necə eləsin, tepəsində də götürəcək ona əziyyət çəkib başa salan. Daha ki, insan sıfırdan gələndə mən çox az sıfırdan götürmürəm, bir insanı da mən sıfırdan götürdüm ki, komanda və s. necə söz verdi. Amma söhbət odur ki, mən heç vaxt insana qayıdıb nəsə bir şey eləyəndə, nəsə bir söz danışanda çalışmıram onun qarşısına tutalım ki, bir söyüş kimi ifadə qoyum ki, falan şeyi sən falan kəsləri desən falan şey. Başa düşdünmü? Çünki mən qarşımdakı insana qiymət verirəm, dəyər verirəm. Amma o insanlar o boşluqdan istifadə eləyirlər. Başa düşürsünüzmü? İstifadə edirəm mən boşluq. Amma mən heç vaxt insandan istifadə eləməmişəm. Həyatı boyda heç bir insandan istifadə eləməmişəm. Mən özüm bu sahədə əziyyət çəkmişəm, axtarmışam, öyrənmişəm. Kiməsə paxıllıq da eləməmişəm. Kiməsə mən biliyim də çox olsa, mən kiməsə yuxarıdan aşağı da baxmamışam. Amma insan mən o qrupdan çıxandan sonra mənlə yazışmır, eləmir. Artıq göy ki, bu öyrənəcək məndən də güclü olacaq və artıq mən oldum bunun üçün çurban, bunun üçün oldum mən lox, bu oldu güclü bir trader. Dedim ki, alo, ayıb yenə.
Hələ elə bilmə ki, mən biliyimin sənə 100%-ini öyrətmişəm. Başqasının kölgəsində yatıb, elə bilmə ki, öz kölgəndir. Təsəvvür edirsiniz? Bundan sonra mən prosta bəzilərinə müraciət edəndə, yenə də deyəm, ola bilər ki, götürüm yanıma, öyrədiyim, o da baxacam, hər adamı götürəndə deyirəm, mənim elə xasiyyətim yoxdur. O, hamısı Telegram qrupunda qeyd olunub. Amma gəl ki, öyrədəndə də mən şərt qoyacam. Heç kim inciməz. Əgər o şərtlərə razıdırsa, müəyyən qədər öyrənəcək. Müəyyən qədərdən sonra deyiləcək, müəyyən qədərdən sonra deyiləcək. Yəni bu şərti mən qoyacam. Çünki necə deyimsə, çox çalışıram bu auditoriyadan uzaqlaşım, keçim Ukraynalıların auditoriyasına, orada onlarla yəni komanda şəklində işləyə və s. Çünki görürəm Azərbaycanlarda komanda yığmaq alınmır, heç kimin xəttinə dəyməsin. Mən qardaş dost kimi yanaşdım, amma onların hamısı əlləri çörəyə çatından sonra artıq başladılar mənə təbliğ atmağa. Belə də dostlar, insan gəlir, insana elə şeylər öyrədirsən ki, daimi, yəni konsept yox, daimi qazana bilsin, üsullarını öyrətsin, daimi qazanç olsun. İnsan əli çörəyə çatandan sonra adama təbliğ atır. Bir sayımı, özün elə aparır ki, göy ki bu, nə bilim, daha demək ki, sən özün müraciət eləmişdin. Nə mənə? Mən kimisə burada şirinlikləndirmək üçün balans qoymuram və kimisə balans da göstərmirəm. Çünki mən deyəcəyim mövzulara əminəm. Əgər insan riayət eləsə, disiplinlə, mən deyən fosum fikirləşsə, düşüncə, ancaq xeyirləri də qala biləcək. Eləməsə, o onun öz işidir. Mən ona əminəm deyənə, mənə ehtiyac yoxdur burada durum səhər axşamca açım trade edeyim ki, nə görsünlər ki, qəşəng trade gedir, uğurlu trade gedir. Mənim kursumuz neçədir? Falan gedəydi mənim kursum. Kimə göstərirəm özümü? Mən lazımdır kiməsə özümü göstərdim. Yox. Mən akademiya deyirəm ki, səhər axşamca tələbə axtarım, tələbənin sayəsində ayaq üstə durum. Mən o traderlərdən deyiləm ki, səhər axşamca onlaynda çıxsın, nə bilim, falan şey özün göstərsin ki, tradedə tələbə gəlsin, tələbənin sayəsində ayaq üstə dursun. Yəni ağlımız o bu traderlərə getməsin. Fərqi yoxdur, o hansı istəyir, Azərbaycandan olsun, istəyir, Rusdan olsun, istəyir, Ukrayna, ki, onlarda da yoxdur, istəyir, nə bilim, Hindistandan olsun, ki, onlarda da elələri yoxdur, var da elələri. Hər yerdə var. Ki, ingilislərdə yoxdur. Elə danışıb böyük. Bir ingilis inansız bir nəsə faydalı məlumat yox. Elə belə danışanda 100 dənə adam yığılışıb belə baxarsınız ki ona. Ki, qeyri-adi bir nəsə dedi, nəsə ixtira elədi. Bizimkilərdən nəsə deyəndə çalışırsınız, vurasınız, əzəsiz. Yəni İngilis bunları beləcə şey öyrəsəydi, İngilis bunları ayağa qaldırsaydı bu trade sahəsində hansı ki 2-3 il çabalıydılar, bir qazançları yox idi. Bax elə 10 insandan götür axınca. 3 ildə bu sahədədir, kurs almışdı, getmişdi. Neçə dənə kurs almışdı, batıra getirdi, mənfi dedi. Getdi axınca dəfə Azərbaycanda akademiya qurtardı. 5 min azın həmin ay pul itirdi. Amma mənə müraciət edib danışanda vaxtımı sərf elədim. Başqasına yazsan heç cavabla 1 saat cavab yazdığım mesaja. O həmin vaxt müraciət etdi, keçən il idi yadımda. Mən 2 saat, azca saat yarım onunla danışdım, izah elədim ki, hansı təməllansız videolarıma baxsın eləsin və s. Kesin nə qədər balansını atsın və s. 9 danışıqlarım üçün YouTube-a getdim. 975 dolar 20 günə pul qazandım. Mən pulsuz videolarıma baxıb disiplin şəkildə. Qazanaq da ən azından o pulu akademiya öyrədərdi, onu qazandırırsan. İndikator zat içində keçməmişim onu. Niyə yox idi? Eləyərdi də aldığı kurslardan. Sonra da gəldi yanıma, mən onu götürdüm, əlavə də öyrətdim, sevinirdi. 2 dənə, yox 4-5 dənə əlavə mövzu öyrətdim. Hər öyrətdikcə mövzular papağın göyə atır. Sevincindən dayana bilmirdik ki, dəfən dedi ki, siz bu sahədə ancaq mənə qazandıran sizsiniz. Yaxşı ki, sizə rast gəldim müəllim. Nə oldu? Ona şərait yaratdım, getdim məndən güclü müəllimdən öyrənmə. Mən oldum pis, mən oldum zəif, mən oldum dünyanın ən cındır adamı. Özü də bildi ki, mən komanda yığıram, komanda şəklindədir. Mən dünyanın ən cındır adamı oldum onun üçün. Nə yazdı, nə cavab verdi. Başqasından xahiş elədim, sonra deyir, aramızda pul problemi var. Halbuki heç ondan qəpik də istəməmişəm. Heç on puluna da qalmamışam mən. Bu bilirsiniz nə deməkdir? Mənim qəlbimə dəymə, mənə başqasının yanında alıb satmaq, mənə başqasının yanında. Başa mü? Hansı bir trader mənim kimi eləyən hərəkət eləyər, komanda yaratsadı belə. Ondan sonra mən bu hadisələrdən sonra düşündüm ki, ondan yaxşı kurs kimi davranaram. Necə kurs kimi? Müəyyən qədər mövzulara söz verib, öyrədirəm, başa salaram. Müəyyən bir vaxtda, ondan da sonra deyirəm qardaş, yəni ki, mən gələcəkdə öyrənəcəyim, gedəcəyim proyektlərə həmin adamları aparmaram. Çünki sabahçı gün mənə təbliğ atmasınlar. Yenə də qardaş öyrəndim müəyyən qədər disiplinli, pastayanlı xeyirlərdə qala bilir. Pastayan deyəndə yəni ağlı başı var yox, mən öyrətdim disiplindən qırağa çıx, mən elə mən nəfsimə tab gətir. Hamısını mən elə bir şey başa salam ki, adicə bir insanlar mənim yanıma gəlib öyrən, deyirsən disiplini zad elə başa salsın. Heç yerdə eləncə başa salmırlar. Hər indiyəcə mən görmüşəm ki, sənin kimi mənə disiplin başa salsınlar. Yəni o dərəcədə yəni insanların bizim necə can yandıram ki, axırda da mənə qarşı elədikləri hərəkət burada. Görürsünüzmü? Bax ona görə mən getdikcə küsürəm, uzaqlaşıram. Təmənnasız videolar çəkirdim. Dəfələrlə insanlar gəlib mənə təhqirlər yazdı şəxsidə. Bu nədir çəksən, o nə deyirsən, başın xarab deyil, gitsən, açqına, gözətkinə payselləri, nə bilim. Sizin nəyimizə lazım? Mən pulumu sayırsınız siz. Peki ağlım var, get otur, öyrən, elə də, qazan da. Hələ çox şeylər sizə izah edəcəkdim. Bu beləncə insanlar qarşı soyudum. Beləncə insanlar dəfələrlə mənə təzyiqlər gözlədin. Sifahiş blokları kim keçir, ancaq akademiya mənim kimi altı hissə çəkir. Mən bütöv çəkməmişim onu. Əlavəni də mənim yanıma gələndə izah eləmişəm. Əlavəni də mənim yanıma gələndə mən izah eləmişəm onlara.
Da fikirləşmir ki insan, bu insan 6 hissəni çəkib sifariş bloku. Oturum bir fikirləşim görüm bu insan çəkib, baxırım onu yoxlayım, görüm nədir, bir disiplinə əgər səhvdirsə nədə səhv bırakmışam, bir də baxın videolara. Sizdə eləncə bir öyrənmək məsuliyyəti yoxdur sizdə. Necə olur ki 20-30 nəfərə yaxın məni gəlib təşəkkürlər alacam sözü. Sizin təmənnasız videolar sayəsində, yəni biz də bazarda başa düşmüşük, biz də cüzi qazançlara çıxmışıq, diqqət yetiririk, disiplini təmənnasız videolarda da demişəm müəyyən bir hissəsi. Sizlərin sayəsində biz bunu əldə eləmişik. Təşəkkürlər. Necə ola bilər ki, bu qədər insan dərk edib, düşünüb, diqqətlə oxuyub, deməli bunlar öz üzərində məsuliyyətli insanlardır. Necə ola bilər ki, bu həmən insan mənə müraciət edib 5000 ziyandayım, bu qədər axınca getmişəm akademiya yazıbçında 5000 manat pul itirmişəm. Öyrətdikləri də heç nədir. Necə eləyim, nə cür eləyim, mən onu yolladım təmənnasız videolarıma. Dedim, budur, onda qrup yaratmamışım, yeni trade, başqa qrup, bütün video, yeni trade üçün qrup yaratmışım. Bütün hamısı o ümumi mövzular, baxdı, öyrəndi, elədi, götürdü, tətbiq elədi və qazandı 20 günə. Necə nədir bu? Niyə o eləyə bilirsiniz, eləyə bilmirsiniz? Çünki sizdə məsuliyyətlə yanaşmaq yoxdur. Bax, belə şeylərə görə adam soyuyur, çıxıb getmək istəyir ümumiyyətlə. İstəmir qalsın sosial şəbəkədə. Arada bir hobbi kimi bir dənə iki dənə video atıramıyor. İndi başlayırlar yazmaq ki, niyə videolar atmırsan, niyə bilmirsən? Sizin neyinizə lazımdır video? Gedin atırlar da video sizdən. Məndən başqa belki də onlarla adamlar var. Gedin baxın, onların atırlar videoda nəsə qazana bilirsiniz, gedin qazanın. Mən kimsə burada məcbur saxlamaram. Gedin qazanın əgər qazana bilirsiniz. Uğurlar sizə. Xoş yol sizə.